kəndimiz qardı da, indi hələ uzaqdan çəkirəm. Füzulidəyik, köndələndi bura. Qəşəng. Göl deyib bu nə? Hə, orada da göl var. Qəşəngdir. Laçın çayı var burada. Həkəri çayı. Telegram, bizə Telegram adında bəh, superdir. Bəlkə deyirəm burada düşəkçimə. Yayda gələrik. Yəni, mən sağlar Maşa bizi yuxarı biz. Mən sağlar sormaya deyən görək. Oradan. Laçındayıq. Gəldik, gözəl bir səhər yeməyi yeyək, gedək kəndimizə. Baxın, hardayam. Həkəri çayının düz kənarında. Həkəri çayı. Həkəri çayı harda yerləşir? Laçında. Qız Laçındadır. Dağılıb böyüdüyüm yerlər. Bizim çayımız. Öz maşınımızdan düşdük. Çünki bizim kəndimizə öz maşınımız gedib çıxa bilməzdi. Bizə bu maşını göndərdilər. Gedirik, qəşəng. Gəlirsiniz? Anam gəlir. Ana o yandan gələydin. Yaxşı, mən keçərəm bu yana. Yaxşıdır, sağ. Dostlar, baxın. Görün sizə nə göstərəcəm. Anacan, gəlirəm. Baxın, görün sizə. Ya ana, narahat olma. Anam deyir, getmə, hara geç, elə bilir ki, bu dağdan düşərəm aşağı. Orada bir dənə, bir maraqlı bir göl var. Göldü, çaydı. Azər, çaydı. O çayda göldü, nədir o? Allah sənə qurban olum, Allah görün nədir də. Bəh. Azər, gəl, yıxılarsan orada. Dayan. Görün, ona baxın. Nə gözəldir. Allah, başım gicəlləndi. Görəsən, oranı da göstərə bilərəm sizə. Laçın. Bu isə bizim kəndə gedən yoldur. Laçın arxası kəndi. Amma maşın gedib, elə qabaq. Maşın gedirib, onun kimi maşınlar gedir də, böyük maşınlar. Bizim maşın buradan... Böyük maşın tez-tez salır, yolu təmizləyir. Akşam yağıb deyəndə təkərin zil. Səs yoxdur. Niyə yoxdur? Görürsünüz, bu da bizim kəndimizə gedən yol, bizim kəndimiz qardır. Burada Azərin böyüdüyü ev. Doğulub böyüdüyü Aşağıda adını da ev. Hə, aşağıda adı da yazılıb deyir. Qoy bir dən yuxarıları çəkim aşağıya. O vaxt deyir adımı yazmışam aşağı, hələ də deyir oradadır. Özdə adı Azərdir. Qırılmışlar, nə əcəb onu silməyiblər, pozmayıblar. Kimsə bizi sevən olur. Bu da Azərlərin evləri. Bura girən kimi burada bir otaq var idi. Ora onların yataq otaqları idi. Burada qonaq otaqları idi. Orada otaq. Belə. Şəhidlərin şəklində. Hə. Bu da bizim Birinci Qarabağ müharibəsində şəhid olan və sonuncu şəhid olan kəndimizin oğulları. Azər bura o vaxt adını yazılmış, baxın. Hələ də qalır. Azər. Harada? Hə, bax burada orada.
O vaxtdan qalır. Onu sonra atasan var. Hə, nə vaxtdan qalıb Azər? Bunu sən yazanda neçə yaşın olardı? Neçədə oxuyardın? Mənim 91-də yazmışım. Hasan birdə. 9. Gəlmişik keşik kəndimizdə. Evə. Gülləri də var. Görürsünüz, yerlər yaşamağa tez gül də əkiblər. Böyle keçə baxın. Anamı sinir. Hə, orada da var güllər. Sən deyirmişsin. Hə, balaca səhəng. Belə, biraz isinik. Hə, çaydan zaddan içək. Gəlib burada yaşayırlar özləri üçün.